Salam dostlar, mən Şahla İsmailova. Bu günləri sizlərə 6 nömrəli kataloqumuzun yenilikləri ilə təqdimat edirəm. Hər birinizə xoş izləmələr diləyirəm və ilk öncə kataloqumuzu sizlərə təqdim etmək istəyirəm. Hansı ki, bu kataloqda da bütün kataloqlarımızda olduğu kimi çox möhtəşəm yeniliklərimiz var və bu yeniliklərimizin əsasını yay üçün olan məhsullar təşkil edir və kataloqumuzun çox gözəl saç baxım dəsti var. Hədiyyə olaraq bizlərə təqdim olunan, daha doğrusu yeni alıcılar üçün təqdim olunan məhsullardır. Bu hədiyyə dəstini qazanmaq üçün sadəcə olaraq kanalımda qeyd etdiyim nömrəmə yazırsınız və mən sizə kömək edirəm, bu hədiyyəni qazanırsınız. İndi isə keçid edirəm məhsullarıma. Məhsullarım biri-birindən möhtəşəmdir, biri-birindən gözəldir. İlk olaraq başlayaq. Deməli, bizim baxın belə bir günəş şüalarından qorunmaq üçün məhsullarımız var və burada gördüyünüz kimi ilk olaraq mən sizə yay mövsümü üçün nəzərdə tutulmuş saç şampunu və balzamını və saç spreyini təqdim etmək istəyirəm. Deməli, şampunumuz 250 ml təşkil edir. Saçları və baş dərisini dəniz duzundan, xlordan, qumdan zərif şəkildə təmizləyir. Günəş şüalarının və küləyin zərərli təsirindən qoruyur. Hidrolipid balansını qoruyaraq saçları yüngül və parlaq edir. İndi isə sizə məhsulumuzu göstərmək istəyirəm. Baxın, bu məhsuldan söhbət gedir. Qoxusu da mükəmməldir. Qoxusu bizim əvvəlcədən təqdim etdiyim deməli əl işi sabunumuz var idi və onun duş geli, intim geli və bədən spreyi var idi. Tam o qoxunu verir. Yəni möhtəşəm qoxusu var. Yay üçün nəzərdə tutulmuş, günəş şüalarından saçlarınızı qorumaq istəyirsinizsə, mütləq və mütləq bu şampundan və bu balzamdan alıb istifadə edin. Balzamımız isə şampunumuz kimi 250 ml-dir. Baxın, həcmlərini də göstərim sizlərə. Deməli, istifadə müddəti 8 aydır. Artikul kodu 10399 şampunumuzun artikul kodudur. 10398 isə balzamımızın artikul kodudur. Balzamımız isə zədələnmiş saç tellərini intensiv qullub edərək onlara yumşaqlıq və parlaqlığını qaytarır. Tərkibində şi yağı var. Bu möhtəşəm məhsulu mütləq və mütləq alın, istifadə edin. Siz də saçlarınızı günəşin zərərli şüalarından qorumuş olun. Və belə bir saç spreyimiz var. Baxın, kataloqda da göründüyü kimi. Deməli, saç spreyi nə edir? 100 ml həcmə malikdir. Biometrik keratin kompleksidir. Saçlara çox gözəl qulluq təmin edir. Saçları dərindən bərpa edir, nəmləndirir və qidalandırır. Artikul kodu isə 10401-dir. Bunun da, bu məhsulumuzun da istifadə müddəti 8 aydır. Mütləq və mütləq alın. Günəşin şüalarından öz saçlarınızı qoruyun. Digər məhsulumuz isə, baxın burada belə bir SPF 15 var. Hansı ki, bədən spreyidir. Deməli, dərini nəmləndirir və onun elastikliyini qoruyur. Yapışqanlıq hissi buraxmır. Günəşdən qoruyur. Günəşdən qoruyan krem yox, bədən südücüdür bu. Həcmi 150 ml-dir. Hilarion turşusu dərini intensiv şəkildə nəmləndirir. Mango yağı isə onu vitaminlərlə zənginləşdirir və parlaqlıq verir. Artikul kodu 12186-dır. İndi isə teksturasına baxaq. Baxın, belə bir teksturaya malikdir. Həqiqətən də sanki süd kimidir. Tekstura o südün üzü olur. Qaymağı olur, belə deyərdim. Onun kimidir. Həm də tərkibində sərinləşdirici bir effekt var. Sanki buz effekti verir dəriyə. Həm də qoxusu da çox gözəldir. Qoxusu yasəmən qoxusunu verir. Çox möhtəşəmdir. Yəni bunu istifadə edərək həm dərinizi günəşdən qorumuş olacaqsınız, həm də qoxusundan valeh olmuş olacaqsınız. Belə deyərdim, baxın. Belə bir parlaqlıq da verir dəriyə. Çox gözəldir. Çox bəyəndim. Yəni ilk dəfə hal-hazırda sizə təqdimat edərkən bunu istifadə etdim. Yəni həqiqətən də ürəyimcə oldu. Çox bəyəndim. İndi isə keçirik növbəti məhsullara. Növbəti məhsulumuz isə kataloq üzərində göstərmək istəyirəm. İlk öncə baxın, üz üçün belə bir ekspertin yeni maskalarıdır. Çox möhtəşəm maskalardır deyərdim. Yəni bunları istifadə etmək üçün səbirsizlənirəm. Deməli, ilk olaraq maskalarımızı sizə göstərim. Baxın, bu bizim maskalarımızdır. Deməli, biri dərindən nəmləndirmə və parıltı effekti verir. Bu bizim maskamızdır. Digəri isə aktiv kollagen qırışların doldurulması və dərhal lifting effektinin yaradılması üçün nəzərdə tutulmuş belə bir maskadır.
Digəri isə lifting effekti verən Asiya sentelasi ekstraktı kollagen sintezini stimullaşdırır və dərinin karkasını möhkəmləndirir, mikrosirkulyasiyasını gücləndirir və antioksidant təsir göstərir. Yəni belə deyim ki, üzünüzdə qırışlar varsa, əgər o qırışlardan dərhal qurtulmaq istəyirsinizsə, mütləq və mütləq bu maskalardan alıb sınamalısınız. Çünki Expert seriyası bir başqa aləmdir. Mən Expert seriyasından olan serumları istifadə edirəm və çox bəyənirəm. Çox belə ürəyimcə olan bir məhsullardır və inanıram ki, yəni %100 əminəm ki, maskalardan da çox razı qalacağam. Çünki həqiqətən də çox effektiv bir məhsullardır. Deməli, istifadə qaydası isə çox sadədir. Maskanı təmiz və quru üz dərsinə çəkin. 1-2 dəqiqə ərzində maska üzə möhkəm oturursun. Dərinin vəziyyətindən və sorulma sürətindən asılı olaraq maskaları üzünüzdə 2-3 saat ərzində saxlayın. Bu qədər asan bir şeydir istifadə qaydası. Baxın, bu seriyanı deyirəm, çox bəyənirəm, çox ürəklə hər birinizə tövsiyə edirəm. Çünki həqiqətən də möhtəşəmdir. Digər məhsulumuz isə, baxın, bizim Expert seriyasından olan kirpiç və qaşlar üçün nəzərdə tutulmuş belə bir baxım serumu var idi. Hansı ki, kirpiçlərin, qaşlarının tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş belə bir məhsul idi. İndi isə yeni bir məhsulumuz gəlib bizlər üçün. Deyilənə görə əvvəllər də olubdu, amma mən bu hardasa 1 ildən artıqdır. Demək olar, Fabeliklə əməkdaşlıq edirəm və ilk dəfədir belə bir məhsulu görürəm. Ona görə mənim üçün yenilik sayılır bu məhsul. Deməli, bu məhsulumuz göz altındakı yorğunluq izlərini götürülməsi üçün nəzərdə tutulmuş bir məhsuldur. Göz altında olan tünd dairələri və torbacıqları aradan qaldırır, dərini dərindən nəmləndirir və onun elastikliyini artırır. Artikel kodu isə 12039-dur. Baxın, bu məhsulumuzdan söhbət gedir. 15 mm həcmdədir. Belə bir masajoru var başlığında. Deməli, məhsulu istifadə edərkən, baxın, bu şariklərin, yəni masaj etmək üçün nəzərdə tutulmuş hissəciklərin kənarından məhsul çıxır, belə basdıqda, yəni. Sonra isə bu formada tətbiq edirik göz ətrafına. Mən hal-hazırda əlimin üzərində göstərirəm. Baxın, belə bir teksturaya malikdir. Qoxusuz bir məhsuldur, amma çox qəşəngdir. Expert seriyası dediyim kimi çox möhtəşəmdir. Bunu da bəyənəcəyimə əminəm. Bunu da hər zaman kimi sizlərə tövsiyə edirəm, digər məhsullarımız kimi. Və keçirik növbəti məhsulumuza. Növbəti məhsulumuz isə, baxaq görək, sıradakı məhsulumuz hansıdır? Deməli, bizim diş macunlarımız. Möhtəşəm yeni diş macunlarımız. Deməli, İlk olaraq bu diş macunumuzu göstərmək istəyirəm sizə. Bu nə üçün nəzərdə tutulmuşdur? Ağız boşluğunun mikroflorasının normallaşmasına kömək edir. Papayin diş ərpini parçalayır. Kalsium gliserofosfat, kalsium və fosfor çatışmazlığını bərpa edir. Diş minasını möhkəmləndirir. İndi isə birlikdə baxaq görək. Artikel kodunu da sizlər üçün deyim. Deməli, həcmi 75 mm-dir. İstifadə müddəti 6 aydır. Artikel kodu isə 3871-dir. Baxın. Belə bir qablaşdırılmışdır. Teksturası isə ağrənclidir. Qoxusu isə nanə qoxusu verir. Yəni sərinləşdirici nanə qoxusu verir. İnanıram ki, Expert Parma seriyası da möhtəşəm bir seriyadır. İnanıram ki, bu məhsulu da çox bəyənəcəm. Növbəti məhsulumuz isə, deməli, hansı məhsulumuzdur? Kataloq üzərindən göstərirəm ki, sizlər üçün də aydın olsun. 3870. Deyəsəm, bu seriya, bu diş macununu sifariş verməmişəm.
Nə təhər olubsa, yox, vermişəm, budur. Deyirəm axı, hamısını vermişəm. Bunun da yenə də həcmi digər diş macunu kimi 75 mm-dir. Saxlama müddəti 6 aydır. 3870 artikul kodudur. Deməli, nə üçündür bu məhsulumuz, diş macunumuz? Sink laktatı ağız boşluğunun mikroflorasının vəziyyətini normallaşdırır və xoşagəlməz qoxunu neytrallaşdırır. Mentolun yüksək miqdarı nəfəsə uzun müddətli təravət verir. Diş macunu gündəlik bəyazlatma üçün nəzərdə tutulmuş macundur. Bunun da qoxusuna baxaq. Yenə eyni formada qablaşdırılmışdır. Ağzı daha doğrusu bağlanılmışdır. Və baxın, bayaqçı diş macunu tam beyaz formada idi. Bu isə belə bir hissə dişlərdən ibarətdir. Baxın, görürsünüz. Qoxusu yenə də nanə qoxusu verir ağzın təravətlənməsi üçün. Yəni ən gözəl seçim nanə qoxulu olan diş macunudur, mən deyərdim. Deməli, bu bizim ikinci diş macunumuz. Keçirik növbəti kataloqda baxıram. Növbəti macunumuz isə 8812 artikul kodlu. Baxın, bu diş macunudur. Bu macunumuzda pigmentləşmiş ərpin effektiv təmizlənməsi üçün nəzərdə tutulmuş bir diş macunudur. Papayın dişlərdəki çöküntülərə effektiv mübarizə aparır. Tanazza tanniləri parçalayır. Nə deməkdir, heç özüm də bilmirəm, vallahi billahi. Yəqin ki, dişdə yaranan ərplərin bir müddət sonra qaralmasından yaranan ləkələri nəzərdə tutur və minanın, baxın, qaralmasını azaldır. Natrium profosfat dişləri ağardır və onların təbii ağlığını qaytarır. Xüsusi PVP polimeri ərpin əmələ gəlməsini və diş daşının artmasının qarşısını alır. İntensiv bəyazlatma üçün nəzərdə tutulmuş diş macunudur. Deməli, bu diş macunumuzun artikul kodu 8812 oldu. Yenə də 75 mm həcmə malikdir. İstifadə müddəti 6 aydır. Bunun da qoxusunu sizlərlə bölüşmək istəyirəm. Və baxın, bunun teksturası belə qara rəngdədir. Qoxusu və içərisində simlər var. Zərif simlər var. Sim hissəciklər var. Bu da nanə qoxuludur. 3 diş macununun 3-ü də nanə qoxuludur. Bu bizim 3-cü diş macunumuzdur və keçirik növbəti macunlara. Deməli, bizim belə bir diş macunumuz var, hansı ki, yumuşaq təmizləyici sistem, yəni zərif bəyazlatma və dişlərin həssaslığının azaldılmasını aradan qaldırmaq üçün nəzərdə tutulmuş diş macunudur. 10% ksilit və kalsium gliserofosfat kombinasiyası minanın remineralizasiyasına kömək edir və kariesin profilaktikasını təmin edir və dişlərinizi zərif şəkildə təmizləyir və bəyazladır. Teksturasına baxaq, görək bu macunumuzun teksturası necədir. Baxın, bu da tam bəyaz deyil, gel formasındadır, belə bir gel formatındadır. Artıq bunda hər birində deyərdim nanə qoxusu var, amma zəif və tünd olmasından fərqliliyi var. Bunda demək olar ki 1% kimidir nanə qoxusu. Heç demək olar ki yoxdur, amma hardasa təxmini hiss olunur nanə qoxusu. Daha çox yox, yenə də var. Nanə qoxusu var. Növbəti məhsulumuz isə deməli, bu diş pastamızdır. Baxın, burada gördüyünüz diş macunu. Deməli, dikalium glitserinatın yüksək konsentrasiyası ağızdan xoşagəlməz qoxuya və diş əti xəstəliklərinə səbəb olan patogen floranın artmasının qarşısını alır.
diş əti sağlamlığı üçün nəzərdə tutulmuş belə bir diş məcunudur. Burada yazılanlar daha çox diş həkimlərinin öz deyim axı bir-birləri ilə aralarında qurduqları dialoq formasında yazılan sözlərdir. Mən sizə belə deyərdim ki, diş ətinizdə əgər problemlər, iltihablar varsa, bu məcunu alıb istifadə edə bilərsiniz. Yəni qısa, konkret. İndi isə bu məcunumuzun da teksturasını sizə göstərim. Deməli, artikl kodu 3873-dür. Bu məcunumuz tam beyaz formadadır. Baxın. Artıq bundan hansısa bitkinin qoxusu gəlir. Belə deyərdim. Bitki qoxusu gəlir və tam bəyazdır. Teksturası da bəyazdır. Növbəti məcunumuz isə axırıncı məcunumuz. Deməli, diş minasının bərpası və möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş belə bir diş məcunudur. Baxın, dişinizdə əgər qara nöqtələr, qara ləkələr varsa, bu pastanı alıb istifadə edə bilərsiniz. Artikl kodu 3872-dir. Teksturasına bölüşüm sizlərlə. Hansı teksturadadır? Deməli, bu məcunumuz bəziləri baxın, açılmaqda belə çətinlik çəkmək olur. Çünki içərisindəki paket imkan vermir. O qədər baxın, belə bir bəyaz teksturaya malikdir. Ay, nə gözəl qoxusu var. Çox gözəl qoxusu var. Amma hər birinin tamı biraz nanəlidir. Amma qoxusu mükəmməldir. Şirin qoxusu var. Amma boğucu şirin deyil də, xoşa gələn bir şirin qoxusu var. Və növbəti məhsulumuz isə ağız boşluğunun iltihablarının profilaktikası. Palıd qabığı və hamam eliz tərkibindəki tanninlər qan damarlarının divarlarını canlandırır və büzücü təsir göstərir. Deməli, ağız boşluğu üçün unikal qulluq vasitədir. Söhbət bu məhsulumuzdan gedir. Deməli, əgər dişlərinizdə iltihablanma varsa və yaxud da qanamalar varsa, yenə də dediyim kimi bu məhsuldan alıb istifadə edə bilərsiniz. Hətta belə qapağa töküb, deməli, belə bir rəngdədir. Baxın, belə bir rəngi var. Qoxusu da yenə də nanə qoxusu və palıd qabığının qoxusunu verir. Bunu da alıb evinizdə saxlaya bilərsiniz. Gündəlik mütəmadi şəkildə istifadə edə bilərsiniz. Çünki həqiqətən də çox gözəl ağız boşluğu üçün, ağız boşluğunun təmizliyi üçün nəzərdə tutulmuş mükəmməl vasitələrdir. Alın, istifadə edin, çox razı qalacaqsınız. Növbəti məhsullarımıza keçid etmək istəyirəm və onu da qeyd edim ki, kataloqumuzda bu kataloq sifariş yerləşdirdikdə 29.99, yəni 30 manatlıq kataloq qiyməti ilə sifariş yerləşdirdikdə bir ədəd kupon əldə etmiş olursunuz ki, hansı ki bu kuponlar ilə növbəti kataloqda istədiyiniz məhsulu 50% endirimlə götürə bilirsiniz. Və bu bizim yeni məhsullarımızdır. Və bu məhsulları sizlərə təqdim etmək istəyirəm. Gəlin birlikdə məhsullarımıza baxaq. Baxın, belə şirin-şirin, çox gözəl dodaq parladıcıları var. Yeni məhsulumuzdur və kənarında belə bir brelokları var. Bu brelokları əgər bunları istifadə edib bitirdinizsə, bu brelokları çıxardıb başqa bir hər hansısa bir aksesuar kimi istifadə edə bilərsiniz. Çox gözəldir, çox möhtəşəmdir. Çox şirinlik qatır da, belə deyərdim, məhsulun üzərinə. Gəlin indi isə birlikdə açıb məhsulumuza baxaq. Bu bizim deməli, bu məhsulumuza baxaq. İlk öncə belə bir formadadır. Baxın və gözəlliyə baxın. Bu parıltıya baxın. Gəlin əlimin üstündə göstəreyim və siz də bunu wow, baxın, baxın, bu nədir belə? Allahım! Super bir şeydir. Dəhşət. Çox gözəldir. Əgər bu
dodaq parlatıcısını və içərisində baxın çəhrayı simlər var. Çox gözəl görüntü bəxş edir. Əgər bunu sadəcə dodağınızda nəm görüntü yaratmaq istəyirsinizsə, sırf dodağınıza belə sadəcə bunu çəkməyiniz kifayət edir. Yox, əgər həcmli göstərmək istəyirsinizsə, dodağınız daha parlaq, daha belə həcmli göstərmək istəyirsinizsə, hər hansısa bir istədiyiniz dodaq boyasını dodağınıza tətbiq etdikdən sonra bu dodaq parlatıcılarından dodaq boyasının üzərinə istifadə edə bilərsiniz. O da çox möhtəşəm görüntü verəcək sizə. Növbəti rənginə də baxmaq istəyirəm. Deməli, mənim hal-hazırda göstərdiyim, deməli, bu gördüyünüz bu rəngdir. Baxın, çox möhtəşəmdir. İndi isə digər rəngini göstərmək istəyirəm sizlərə. Baxın. Belə bir rəngdir. Bax, super. Dəhşət. Bu parıltı başqa bir şeydir. Çox möhtəşəm bir parıltısı var. Yəni bayıldım. Əsil, necə deyim axı, zərifliyin, möhtəşəmliyin, əsalətin rəngidir deyərdim bu 2 tonda. Çox bəyəndim. Sizə də tövsiyə edirəm. Mütləq və mütləq alın, istifadə edin. Çünki həqiqətən də çox gözəldir. Həm görünüşü çox gözəldir, həm teksturası çox möhtəşəmdir. Yəni inandırım sizi, çox bəyənəcəyiniz məhsullardan olacaq bu dodaq parlatıcıları. Növbəti mən indi əlimin üzərindən bu dodaq parlatıcılarını təmizləyirəm və sizə geri dönüş edirəm. Deməli, davam edirik. Baxın, dodaq parlatıcılarını əlimin üzərindən sildim, amma yenə də hələ də əlimin üzərində qalır o parlaqlıq. Nəyə görə? Çünki bu məhsullar sırf dənizə gedərkən, yəni yayda istifadə etmək üçün nəzərdə tutulmuş məhsullar olduğu üçün əsasən də dəniz aylarında istifadə üçün nəzərdə tutulan məhsullardır deyənə suya davamlı məhsullardır. Ona görə də, yəni neçə dəfə yumağıma baxmayaraq, baxın hələ də o parlaqlıq, o simlər əlimin üzərində qalıbdır. Ona görə də mən digər məhsulları bu hissədə sizlərə göstərmək istəyirəm. Deməli, İlk öncə sizə tuşumuzu göstəreyim. Belə bir mavi tuşumuz var. Article kodun deməli sizlərə deyim 58-51-dir. Baxın, çox möhtəşəmdir. Hələ bu hissədəki loqonu vəbşə çox bəyəndim. Deməli, çox gözəl rəngi var tuşumuzun. Əsil yay, dəniz rəngidir deyərdim. Çox qəşəngdir. Mütləq və mütləq alın, istifadə edin. Qeyd edim ki, tuşumuz da suya davamlıdır. Yəni, ürək rahatlığı ilə yay aylarında alıb istifadə edə bilərsiniz. Digər məhsullarımız isə, deməli, article kodu tapa bilmirəm nəsə. Deməli, article kodu hanı bunun? 6948 olan article kodu, deməli, belə bir üz korrektorudur, hansı ki, daha doğrusu üz bronzerudur. Tərkibində sərinləşdirici effekt var. Gəlin bir işdə baxaq və mən sınayım, sizə öz fikrimi bildirim. Görək, həqiqətən də sərinləşdirici effekti varmı? Baxın. Belə bir bronzerdir. Yine də parıldıyor. Bu hissədə, qolumun bu hissəsində göstəreyim sizlərə. Həqiqətən də çox belə dondurucu bir effekt verir. Sərinləşdirir. Yay aylarında da, yay mövsümündə də belə bir məhsul olanda insan başqa cür sevinir. Çünki Aysel seriyasından keçən il bir dənə məhsul krem var idi, buz effekti verən krem. Bax, imенно onun kimi, belə deyərdim də, eyni onun kimi bir təsir bağışlayır. Yəni, bu krem deyil, bronzerdir. Amma həqiqətən də o effekti verir. Baxın. Belə bir effektə malikdir. Digəri isə bizim highlighterımızdır. Highlighterı da göstərmək istəyirəm. Baxın, bu da bizim highlighterımızdır. Article kodu 6949'dur. Həqiqətən də buz effekti verir. Möhtəşəm bir məhsuldur. Əsl yay üçün nəzərdə tutulan məhsuldur. Mütləq və mütləq alın. Çünki həm də suya davamlı məhsullardır. Baxın, çox gözəldir. Yəni, bunları
parlaqlığına baxın. Sizə parlaqlığı göstərə bilirəm yəqin ki, çox mükəmməldir. Həqiqətən də tam mənim istədiyim tipdə bir highlighterdır. Çünki bəzi highlighterlar var ki, vurursan dəhşət dərəcədə parlaqlıq verir. Amma bu simləri çox zərif və incə olduğu üçün qətiyyən belə abartılı bir görüntü vermir. Çox gözəldir. İstər bronzer olsun, istər highlighter olsun. Tam yəni mənim ürəyimcə olan bir məhsuldur. Təşəkkürlər Faberlic. Növbəti məhsulumuz isə baxın belə bir göz qapaqları üçün suya davamlı kölgə qələmlərdir. Baxın, bu qələmlərdən söhbət gedir. İndi bunu da sizlərlə paylaşım. Bunun da rənginə baxaq. Bu məhsulları o qədər belə bağlanması çətin deyil, sadəcə açılması çox çətindir mənim üçün. Çünki o qədər, yəni diqqətli şəkildə hazırlayırlar ki, bu məhsulları. Həqiqətən də baxın. Bunu açmaq üçün bir qədər vaxt gedir. Yəni özənərək hazırlanan məhsullardır. Tam da özünü sevən xanımlar üçün nəzərdə tutulan məhsullardır, belə deyərdim. Yəni çox qəşəngdir. Həm keyfiyyət cəhətdən, həm tərkibi cəhətdən. Aç bitmir. Nə qədər açırsansa aç, yenə də elə bağlayıblar ki, Allah saxlamışlar. Elə bir içində qızıl var. Bir təhər açıldı, nəhayət. Baxın. Belə bir rəngdədir. Yenə də bu məhsulumuzun da tərkibində kiçik hissəciklər var. Baxın. Super. Həqiqətən də çox möhtəşəmdir. Bugün mənim bu qolum dayanmadan parıldayır. Çünki həqiqətən də bütün məhsullar ancaq parıldayır tərkibində simlər olduğu üçün və dəridən də getməyi çox çətindir. Baxın, çox mükəmməldir. Mütləq alın, sınayın, istifadə edin. Çox razı qalacağınız məhsullardır xanımlar. İndi isə növbəti karandaşımızın da rəngini sizlərlə bölüşmək istəyirəm. Həqiqətən də yəni kataloqda başqa cür görsənir. Fikirləşirdim ki, biraz tünd olacaq mənim üçün. Amma indi baxıram tam yəni mənim ürəyimcə olan bir rənglər, mənim ürəyimcə olan tonlar. Yəni möhtəşəmdir həqiqətən də. Kim sadə parlaqlığı sevirsə, mütləq və mütləq alıb istifadə edəcək. Kim abartılı parlaqlığı sevirsə, yəni abartı rəngləri xoşlayırsa, onda biraz artıq istifadə edər. Çünki həqiqətən çox qəşəngdirlər, çox mükəmməldirlər, çox bəyənəcəyiniz məhsullardır. Alın, istifadə edin. Baxın. Bunun da rəng tonu belədir. Artıq bu hissədə, bilmirəm hansı hissədə göstərim, bu hissədə parlaqlıq yoxdur. Çox möhtəşəm. Super, super, super. Əladır. Həqiqətən də. Super. Bəyəndim. Əla. Həqiqətən də çox bəyənəcəyim məhsullar oldu. Bu dəfəki sifarişlərim hər zaman çox bəyənirəm. Amma kosmetik baxımdan hər zaman seçici oluram rəng tonlarına görə. Yəni əsasən sadə rəngləri sevirəm. Sadə rənglərdən istifadə etməyi sevirəm. Ona görə də çalışıram ki, sadə rəng tonlarından alıb istifadə edim. Növbəti məhsulumuzu göstərim sizlərə. Deməli, növbəti məhsulumuz bizim digər ICL seriyasından olan lifting effektli nemləndirici üz maskamızdır, parça üz maskamızdır və bərabər ton və parıltı, eyni zamanda tərkibində vitamin olan üz maskalarımızdır. Deməli, vitaminli olan bu zebra formasında olan üz maskamızdır və lifting effekti verən isə belə tülkü formasında, yəni tülkü maskası formasında olan üz parça maskalarımızdır. Mütləq alın, sınayın. ICL seriyası bir başqa möhtəşəmdir. Yəni həqiqətən də hər bir səhifədə bir başqa bir sehir var kataloqda. Bunu deyərdim. Alan, istifadə edən ancaq bu məhsulların keyfiyyətini bilə bilər. İstifadə etməyənlər də yenə də sınayıb, onlar da öz gözlərinin şahidi olarlar ki, necə gözəl həqiqətən də Faberlic'in məhsulları var. Növbəti məhsullarımız. Hansı ki, bu məhsullar, yəni
çətinliklə tapmaq olar ki, hansısa antiperspirantın tərkibində alüminium duzları olmasın. Bu məhsullar tam da o məhsullardır. Yeni məhsullarımızın tərkibində alüminium duzları yoxdur, spirt və parabenlər yoxdur. Çox möhtəşəm məhsullardır və 24 saat qoruma üçün nəzərdə tutulmuş antiperspirantlarımızdır. Gəlin birlikdə yoxlayaq. Deməli, 2 ədəd kişilər üçün nəzərdə tutulmuş antiperspirantlardır, 2 ədəd xanımlar üçün nəzərdə tutulmuş antiperspirantlardır. İndi isə birlikdə baxırıq antiperspirantlarımıza. Deməli, bu kişilər üçündür. Bunu belə qoyum. Bu xanımlar üçün, ilk öncə xanımlar üçün nəzərdə tutulan antiperspirantlara baxmaq istəyirəm. 50 qramdır, həcmi 3740 artikul kodudur. Saxlama müddəti 6 aydır. Bax, belə rahatlıqla açılanda məhsul. Adam istəyir ki, bir aləm elə qoyulsun bu məhsullardan adamın qabağına, oturub dayanmadan o məhsulları açıb baxsın. Deməli, belə bir qablaşmadır. Başında papağı da var. Qoxusu gül qoxusudur, yox, zambaq, yasəmən, iris. Mən niyə hiss eləmirəm yasəməni? Yasəmən olmayanlarda yasəmən hiss edirəm. Yasəmən olanlarda amma yasəmən hiss etmirəm. Amma xoşa gəlimli qoxusu var. Çox qəşəngdir. Maraqlıdır ki, görüm yağlılıq hissi verir, yoxsa yox. Qətiyyən yox. Yəni əlimi üzərinə vururam və görürəm ki, qətiyyən yağlılıq hissi vermir. Həm də ki, 24 saat qoruma verir bizlərə. Tərdən qoruma verir. Yəni mükəmməl. Bundan gözəllik, bundan özəllik ola bilməzdi. Növbəti xanımlar üçün nəzərdə tutulan antiperspirantımızı göstərmək istəyirəm. Yenə də belə bir qapağı var üzərində. Açılmır bu nəsə. Bu vəbşə super. Nədir deməli? Armud və freziya. Yüngül meyvə çiçəkli ətir. Freziya bilmirəm nədir, amma bunun qoxusu superdir. Dəhşət. Çox bəyəndim. Çox. Əla. İndi isə keçirik və kişilər üçün nəzərdə tutulmuş antiperspirantlarımıza. Deməli, bu bizim kişilər üçün nəzərdə tutulan alüminium duzsuz antiperspirantlarımızdır. Artikul kod 3742 və bunun artikul kodunu demədim deyəsən sizlərə. 3741 olan deməli, bu məhsulumuzuydu. Çox qəşəngdir qoxusu. Bunun da qoxusu çox qəşəngdir. Yəni kişilərdə adətən dəniz qoxuları və odun qoxusu. Amma bu daha çox belə deyim də bergamot və istiot. Bergamot və istiot qoxusu verir. Çox qəşəngdir. Yəni əsl kişilər üçün ideal bir seçim deyərdim bu qoxu. Digər artikul kodu isə 3742-dir. Növbəti və son antiperspirantımız 3743 olan greyfurt və vetiver qoxulu antiperspirantımızdır. Deməli, bunu da açıram. Çox da gözəl rənglər var. Baxın, bu rəngə baxın. Necə də gözəldir, ay Allah. Baxın, sona qədər açmaq istəyirəm ki, nə qədər olduğuna baxa biləsiniz. İndi belə düşər. Baxın, bu qədərdir. Qoxusu mükəmməl. Həqiqətən də çox gözəldir. Çox. Mükəmməl qoxusu var. Çox bəyəndim. Və keçirik növbəti məhsulumuza. Növbəti məhsulumuz bu diş sapı deyəsən, diş teli deyərdim də. Yoxdur deyəsən kataloqumuzda. Ya mən tapa bilməmişəm, amma mənə elə gəlir ki, yoxdur. Çünki bu formatda olanı var. Bu da çox istifadəyə uyğundur. Çox bəyənilən bir məhsuldur. Bu isə yeni məhsulumuzdur. Artikul kodu 3879-dur. Deməli, açıb baxaq məhsulumuza. Baxın. Belə bir
qablaşmadır. Baxın, belə bir qətiyyən qırılmır. Yəni həqiqətən də çox möhtəşəmdir. Sadəcə olaraq istifadə edirsinizsə, lazım olacaq qədər hissəni bu hissəyə ilişdirirsiniz, dartırsınız və istifadə edirsiniz. Ağız boşluğunuzu rahat bir şəkildə təmizləyirsiniz. Bu qədər asan. Alın, çantanızda saxlayın, evinizdə saxlayın. Yoldaşınıza, qardaşınıza, evladınıza verin. Yəni çox rahat bir şeydir. Hər hansısa bir o taxta diş töplərindən istifadə edib diş ətinizə zərər vermək yerinə, baxın, Expert Parmanın bu diş həkimləri tərəfindən tövsiyə olunan diş tellərindən alıb istifadə etməyiniz tövsiyə olunur sizlərə. Növbəti məhsulumuz isə baxaq. Növbəti yeniliyimiz hansı məhsuluydu? Növbəti yeniliyimiz Dobrogen Aktiv. Hansı ki, oynaq aparatını möhkəmləndirir və oynaqdakı mayenin sintezini dəstəkləyir. Əgər oynaqlarda və fəqərələr arası disklərdə qığırdaq toxumasının dağılmasının qarşısını almaq istəyirsinizsə, mütləq Dobrogen Aktiv məhsulundan alıb istifadə edin. Baxın, burada da qeyd olunduğu kimi dərman vasitəsi deyildir. Deməli, bu məhsulun 30 porsiya, yəni 30 dəfə istifadə üçün nəzərdə tutulmuş bir məhsuldur. İstəyirəm açıb tərkibinə də baxaq. Tərkibinə də baxın. Baxın. Amma içərisində qaşıq yoxdur. Belə bir teksturaya malikdir. Çox da gözəl qoxusu var. Moruq ya çiyələk ikisinin qarışığı deyərdim. Deməli, istifadə qaydası. Tərkibində nə var? Mal kollagen hidrolizatı 4,739 mg, inulin 1,26 mg, çuğundur tozu 0,35 mg, albalı ətri. Aha, albalı ətri verir. Belə deyərdim. Mən deyirəm, Allah, nəsə belə xoşagəlimli bir hissi var. Deməli, sonra tərkibində başqa nələr var? Mal jelatin hidrolizatı 0,14 mg, glikozamin sulfat 0,14 mg, turşuluq tənzimləyicisi sitrit turşusu 0,14 mg, askorbin turşusu, C vitamini 0,021 mg, qatılaşdırıcı guar saqqızı 0,0175 mg, şəkərləndirici sukraloza 0,0175 mg. Deməli, bunu istifadə etmək üçün qidanın orta dəyərini də sizlər üçün demək istəyirəm. 100 qram quru məhsuldan ibarətdir. Zülallar 63 qramdır. Həll olunan qida lifləri 18 qramdır. Enerji dəyəri 1270 kalori. 300 kilokalori. Bunu başa düşmədim tam olaraq. Deməli, istifadə qaydası 2 çay qaşığı 7 qram, yəni konsentratı 100 ml su və yaxud da süd və yaxud da kefir, qatıq və ya şirə ilə qarışdırın. Süd, kefir, qatıq və ya şirə istifadə edildikdə qida və enerji dəyəri artır. İsti mayələrlə qarışdırmaq olmaz. Gündə bir dəfə səhər yeməyindən 40 dəqiqə əvvəl ac qarnına qəbul edin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Diqqət, qarışdırma zamanı az miqdarda toz çökə bilər. İstifadə müddəti istehsal tarixindən 2 il, xalis təki 210 qramdır. Yəni sizdə də oynaqlarda problemlər varsa mütləq alıb istifadə edin. Özüm də istifadə edəcəm, fikrimi sizinlə bölüşəcəm. Növbəti məhsulumuzu sizlərə bölüşmək istəyirəm. Növbəti məhsulumuz deməli bu şlyapamızı sizlərə göstərmək istəyirəm. Artikel kodu 600-992-dir. Rəngi süd rəngindədir. Materialı 100% poliestirindir. Kənarlarının eni 10 santimdir. Ölçüləri 56-nın 57-yədir. Və bu formada, paketlənmiş formada sizlərə təqdim olunur. Baxın, belə bir çox gözəl şlyapadır.
Bugün balacamla birlikdə sizlərə təqdimat etmişəm. Deməli, şlyapamızın içəridən tənzimləmək üçün belə bir bağcıqları da var. Əgər siz də bəyəndinizsə, mən çox bəyəndim və başqa rəngləri də var. Qara rəngi var və digər rəngləri də var. Belə bir deməli bej rəngi də var. Əgər siz də bəyənirsinizsə, mütləq alın, istifadə edin. Çünki həqiqətən də çox gözəl duruşu var. Növbəti məhsulumuz isə bizim bu beyzbolkamızdır. Yəni həsirdən kepkamızdır. Kepkamızı da sizlərə göstərmək istəyirəm. Ölçüləri 56 plus 2 santim böyüdüb kiçiltmək olur. Tənzimləmək olur. Yəni arxa hissəsində tənzimləmək üçün belə bir kilidi var. Rəngi çox gözəldir. Çox gözəl başa oturuşu var. Çox bəyəndim bu kepkamızı da. Mütləq və mütləq əgər siz də bəyəndinizsə alın, istifadə edin. Geyimlərinizlə kombinlərinizi tamamlayın. Və növbəti axırıncı məhsulumuz isə bizim çox gözəl saxlama qablarımızdır. Bu məhsulu da mütləq və mütləq sizlərə kataloqda göstərmək istəyirəm. Sonra açıq formada sizlərə baxın. Söhbət bu məhsuldan gedir. Deməli, məhsulumuzu artikel kodu 910-695-dir. Ən böyük ölçüsü 2900 mm-dir. Ən kiçik ölçüsü isə 350 mm-dir. Digər ölçülərimiz 1800 mm, 1000 mm, 550 mm. 5 konteynerdən ibarətdir. Qapaqları baxın, bu formada iç-içə yığılıbdır. Belə bir qapaqlardır. Və bu formada yığılması isə sizin rahatlığınızı daha da gözəl bir şəkildə təmin edəcəkdir. Belə. İndi isə qablarımıza baxaq. Qablarımızın ən kiçiyi bu formadadır, bu ölçüdədir. 350 mm ölçü. Digəri ondan bir boy böyük ölçü 550 mm ölçü. Qeyd edim ki, bu qabları həm soyuducuda saxlamaq olar, həm də qapaqsız şəkildə mikro dalğalı sobada yeməklərinizi qoyub istidə bilərsiniz bu qabların köməyi ilə. Bunun ölçüsü 1000 mm-dir. Həm də baxıram ki, belə görünüşü də çox gözəldir. Həqiqətən də artıq yaz, yay aylarında hər kəs piknikə çıxır və bu qablar sizin üçün çox mühtəşəm bir seçim ola bilər. Həqiqətən də keyfiyyəti də çox gözəldir. Bu isə 1800 mm ölçüdə olandır. Digəri isə ən böyük ölçümüz isə 2900 mm ölçüdə olan belə bir qablaşmadır. İstər yeməklərinizi buzluqda saxlamaq üçün nəzərdə tutulmuş bir vasitə olsun, istərsə də yeməklərinizi mikrodalğalı sobada isitmək üçün nəzərdə tutulmuş qablardan heç bir fərqi yoxdur. Daha keyfiyyətlisi, daha üstündür, belə deyərdim. Mütləq və mütləq alın, istifadə edin. Siz də çox bəyənəcəksiniz, çox razı qalacaqsınız. Beləliklə, mənim artıq belə baxıram ki, məhsullarım bitdi. Bugünlük bu qədər. Növbəti təqdimatlarımda görüşmək ümidi ilə sağ olun. Özünüzə yaxşı baxın. Videolarımızı bəyənirsinizsə kanalıma abunə olun. Videolarımı like edin. Şərh bölməsində ürəyiniz istəyən məhsul haqqında sual verə bilərsiniz, soruşa bilərsiniz, məlumat ala bilərsiniz. Yəni mənə sizlərə cavab vermək çox xoşdur. Bugünlük bu qədər. Sağ olun mənim əzizlərim. Hələlik.